Salam əziz abituriyentlər. 20 variant sınaq imtahanının ikinci sınavının izahına başlayırıq. Mövzumuz yer səma cismidir. Yerli vaxta əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən edək. Şərtdən görürük ki, A məntəqəsi 30 dərəcə şərq uzunluğundadır və onda saat 15:40-dır. B və C məntəqələrində isə saat daha irəli olduğuna görə onlar A məntəqəsindən daha şərqdə yerləşəcəklər. Belə ki, A məntəqəsi 30 dərəcə şərq uzunluğundadır və saat 15:40-dır. B məntəqəsi saat 20:20, C məntəqəsində isə saat 21:00. Vaxt fərqini dərəcə fərqinə çevirmək üçün əvvəlcə vaxt fərqini tapaq. 20:20-dən 15:40-a çıxmaq üçün baxırıq, dəqiqə çıxılacaq dəqiqə çıxacağımız dəqiqədən daha kiçik olanda saatdan 60 dəqiqəni veririk dəqiqənin üstünə. Yəni 20:20-ni 19:80 kimi qeyd edə bilərik. 19:80. Yəni saat 20-nin 60 dəqiqəsini verdik 20 dəqiqənin üstünə, oldu 19:80. 80 dəqiqədən 40 dəqiqə çıxanda 40, 19-dan 15 çıxanda 4. Deməli, A və B məntəqələri arasında 4 saat 40 dəqiqə vaxt fərqi var. Vaxt fərqini dərəcə fərqinə çevirmək üçün vaxtdakı saatı 15-ə vururuq, 4-ü 15-ə vursaq 60, dəqiqəni isə 4-ə bölürük, çünki 1 dərəcəmiz 4 dəqiqədir və alınan cavabları toplayırıq. 40-ı da 4-ə bölsək eləyəcək 10, cavab 70. Deməli, A və B məntəqələri arasında 70 dərəcə coğrafi uzunluq fərqi var. 30 dərəcə şərq uzunluğundan 70 dərəcə şərqə getsək, olacaq 100 dərəcə şərq uzunluğu. B məntəqəsindən C məntəqəsinin arasında isə 40 dəqiqə vaxt fərqi var. 40 dəqiqə vaxt fərqi də 4-ə bölünsə 10 dərəcə eləyəcək. 10 dərəcə şərq uzunluğunun üstünə 100 dərəcə şərq uzunluğunun üstünə 10 dərəcə gəlsək, eləyəcək 110 dərəcə şərq uzunluğu. Yəni B məntəqəsi müvafiq olaraq 100 dərəcə şərq uzunluğunda, C məntəqəsi isə 110 dərəcə şərq uzunluğunda yerləşir. Yəni cavab A variantı. Sxemə əsasən yanlış bəndi müəyyən edək. A məntəqəsi 23-cü saat qurşağında yerləşir. Baxırıq ki, A məntəqəsi 20 dərəcə qərb uzunluğundadır və hər hansı bir məntəqənin hansı saat qurşağında yerləşdiyini bilmək üçün onun coğrafi uzunluğunu 15-ə bölürük. Qalığımız 7,5-dən böyük olarsa qismətin üzərinə 1 gəlirik. Verilən məntəqə qərb yarımkürəsindədirsə cavabımızı 24-dən çıxırıq. Yəni A məntəqəsi 20 dərəcə qərb uzunluğundadır. 15-ə böldükdə cavabımız 1. Qalığımız 7,5-dən kiçik olduğuna görə qismətə toxunmuruq və qərb yarımkürəsində olduğuna görə cavabımızı 24-dən çıxırıq. 23. A məntəqəsi 23-cü saat qurşağında yerləşir şərti doğrudur. Bizdən də yanlış istəndiyinə görə A variantını silirik. D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtının 2 saat 40 dəqiqə irəlidədir. 2 saat 40 dəqiqəni dərəcəyə çevirmək üçün saatı 15-ə vururuq, dəqiqəni 4-ə bölürük, cavabları toplayırıq. 2-ni 15-ə vursaq 30, 40-ı da 4-ə bölsək 10. Cavabımız eləyəcək 40 dərəcə və D məntəqəsi ilə C məntəqəsinin arasında 40 dərəcə coğrafi uzunluq olduğunu görürük. Belə ki, C məntəqəsi 60 dərəcə qərb uzunluğunda, D isə 20 dərəcə qərb uzunluğundadır. Yəni B variantı da doğru bir fikri ifadə edildiyinə görə onu götürmürük. C variantına gəldik. 23 sentyabrda C və D məntəqələrinə günəş şüaları fərqli bucaq altına düşür. 23 sentyabrda günəş ekvatorda olduğuna görə ekvatora nəzərən simmetrik coğrafi enliklərə günəş şüaları eyni bucaq altına düşər. Burada da D və C məntəqələri hər ikisi 15 dərəcə coğrafi enlikdə yerləşir. Ekvatora nəzərən simmetrik olduqları üçün
Günəş şüaları fərqli deyil, eyni buzaq altına düşər. Bizdən də yanlış cavab soruşulduğuna görə C variantı bizə lazım olan cavabdır. 21 mart 23 sentyabr tarixlərində gündüzün uzunluğu daha çox olan məntəqələr. 21 martdan 23 sentyabra qədər Günəş şimal tropikinə qədər gedər və təzədən ekvatora qədər geri qayıdar. Yəni 21 mart 23 sentyabr tarixləri arasında Günəş şimal yarımkürəsində olar və gündüzün uzunluğunun daha çox olduğu məntəqələr şimal qütbünə ən yaxın olan məntəqələr olar. Yəni burada söhbət 1, 2 və 6-cı məntəqələrdən gedir. Cavab D variantı. Yer planeti yarandığı ilk vaxtlarda onun səthinə çoxlu iri asteroidlər və meteoritlər düşməsinin səbəbi yerin maqnetizminin zəif olması idi. Cavab D variantı. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şimal qütb dairəsi cənub qütb dairəsinə aid olan xüsusiyyətləri qeyd edəcəyik. Üç qitəni kəsib keçir. Burada şimal qütb dairəsindən söhbət gedir. Belə ki, şimal qütb dairəsi Şimali Amerika, Avropa və Asiya qitələrini kəsib keçir. Birinciyə 1, 60 və 70 dərəcə cənub enlikləri arasında yerləşir. Söhbət cənub qütb dairəsindən gedir. Belə ki, cənub qütb dairəsi 66,5 dərəcə cənub enində yerləşir. İkinciyə 2, yay gündönümü günü qütb gündüzü müşahidə olunur. Şimal qütb dairəsindədir. Belə ki, yay gündönümündə Günəş şimal tropikində olur və şimal qütb dairəsində qütb gündüzü olur. Birinciyə 3. Yaz gecə gündüz bərabərliyi günü Günəş şüaları 23,5 dərəcə bucaq altına düşür şərti hər iki qütb dairəsinə aiddir. Belə ki, onlar ekvatora nəzərən simmetrikdir. Üçüncüyə 4. Qış gündönümü günü Günəş şüaları 47 dərəcə bucaq altına düşür şərti isə cənub qütb dairəsinə aiddir. Belə ki, Günəş cənub tropikində zenitdə olanda 23,5 dərəcə cənub enində olanda 66,5 dərəcə cənub eninə Günəş şüaları 47 dərəcə bucaqla düşür. İkinciyə 5. Birinciyə 1-3, ikinciyə 2-5, üçüncüyə 4 cavabı C variantındadır. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti təbii ki, yer və Günəş arasında məsafənin münasib olmasıdır. Belə ki, daha yaxın olarsa temperatur indikindən çox daha yüksək olardı, daha uzaq olarsa daha az olardı. Yəni, həyatın mövcud olması üçün əsas şərt yerin Günəşdən olan məsafəsinin sabit olmasıdır. A məntəqəsində cismin kölgəsi olmadığı zaman Bakı şəhərində saat neçə olar? Hər hansı bir məntəqədə cismin kölgəsi yoxdursa, deməli orada günorta saatıdır. A məntəqəsi isə 10 dərəcə şimal eni və 130 dərəcə qərb uzunluğundadır. Burada əgər günortadırsa, yəni 12:00-dırsa, Bakı isə 50 dərəcə şərq uzunluğunda yerləşir və A məntəqəsi ilə Bakı arasında gördüyümüz qədər 180 dərəcə coğrafi uzunluq fərqi var. 180 dərəcə coğrafi uzunluq fərqi də 12 saat elədiyi üçün 12:00-dan 12 saat məsafədə yerləşən məntəqədə, yəni Bakıda saat 24:00 olar. Bu sualın cavabını azimutal proyeksiya ilə şimal qütbündən baxmaq şərti ilə belə də izah eləmək olar. Qoyduğum nöqtə şimal qütbüdür. Bu Greenwich, bu 180 dərəcəli meridian. Bakı 50 dərəcə şərq uzunluğunda, bu məntəqə isə 130 dərəcə qərb uzunluğundadır. Aralarında 180 dərəcə coğrafi uzunluq fərqi, yəni 12 saat vaxt fərqi var. Əgər 130 dərəcə qərb uzunluğunda saat 12:00-dırsa, bu məntəqədən 12 saat məsafədə yerləşən digər məntəqədə, yəni Bakıda gecə yarı olar. Yəni cavab A variantı. Xəritə sxemində qeyd edilmiş məntəqələrin hansında 22 iyunda
gündüzün uzunluğu daha az olar. 22 iyun Güneş şimal tropikində zenitdədir. Şimalda qütb gündüzü, cənubda isə qütb gecəsidir. Gündüzün uzunluğunun daha az olması şərti ən cənubda yerləşən məntəqəyə aid olar. Burada isə bu 5-ci məntəqədir. Cavab B variantı. Yerli vaxtı Bakı şəhərindən 8 saat irəlidə olan məntəqənin aid olduğu saat quşağının orta meridianını müəyyən edin. Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda yerləşir və ondan 8 saat irəlidə olan məntəqə neçə dərəcə şərq uzunluğunda yerləşdiyini tapmaq üçün 8-i vurarıq 15-ə. Yəni hər saatımız 15 dərəcədən biridir. O edir 120 dərəcə. Bakıdan 120 dərəcə şərqə gəlmək 170 dərəcə şərq uzunluğuna çatmaq deməkdir. Hər hansı bir məntəqənin neçənci saat quşağında yerləşdiyini tapmaq üçün onun coğrafi uzunluğunu 15'e bölərik. Qalıq 7,5-dən böyük olarsa qismətin üzərinə 1 gələrik şərti var. 170'i bölürük 15'e. Cavabımız eləyir 11. 11'i 15'e vuranda eləcək 165. Deməli 11'in saat quşağının orta meridianı 165 dərəcə şərq uzunluğudur. Cavab D variantı. A məntəqəsi 20-ci saat quşağının orta meridianından 20 dərəcə qərbdə olarsa, onun yerləşdiyi saat quşağının sərhədlərini müəyyən edək. Əvvəlcə A məntəqəsinin coğrafi uzunluğunu tapaq. 20-ci saat quşağının orta meridianını tapmaq üçün onu əvvəlcə 24-dən çıxıb sonra 15'e vuracağıq. 24 çıxılsın 20 bərabərdir 4 vurulsun 15 bərabərdir 60 dərəcə qərb uzunluğu. Yəni 20 saat quşağının orta meridianı 60 dərəcə qərb uzunluğudur. 60 dərəcə qərb uzunluğundan 20 dərəcə qərbə getmək, onun üstünə 20 dərəcə gəlmək deməkdir. Yəni 80 dərəcə qərb uzunluğu. Deməli A məntəqəsi 80 dərəcə qərb uzunluğunda yerləşir. Onun yerləşdiyi saat quşağının sərhədlərini tapmaq üçün öncə saat quşağının özünü tapmaq lazımdır. Bunun üçün 80'i bölürük 15'e. 5 75 qalığımız 5. Qalığımız 7,5-dən kiçik olduğuna görə qismətə toxunmuruq 5 olduğu kimi qalır və bu məntəqə qərb yarımkürəsində yerləşdiyinə görə aldığımız cavabı 24-dən çıxırıq. 24 çıxılsın 5 bərabərdir 19. Deməli bu məntəqə 19 saat quşağında yerləşir və sərhədlərini tapmaq üçün onun orta meridianının üzərinə 7,5 gəlməliyik və 7,5 çıxmalıyıq. Tapdığımız məntəqə 19 saat quşağında yerləşir və 75 dərəcə qərb uzunluğudur onun orta meridianı. Sərhəd meridianları 67,5 dərəcə qərb uzunluğu və 82,5 dərəcə qərb uzunluğu. Cavab Y variantı. Yerin sxemdəki vəziyyətinə əsasən doğru ifadəni müəyyən edək. Gördüyümüz qədər Günəş şimal tropikində zenitdədir və əgər Günəş şimal tropikində zenitdədirsə, deməli şimalda yay, cənubda qış, şimal qütb dairəsində qütb gündüzü, cənub qütb dairəsində isə qütb gecəsidir. Cənub yarımkürəsində ən uzun gecə müşahidə olunur şərti doğrudur. Belə ki, əgər cənubda qışdırsa, ən uzun gecə müşahidə ediləcək. Şimal yarımkürəsində ən qısa gündüz müşahidə olunur şərti isə yanlışdır. Deməli, ikinci şərtin verildiyi bəndləri silərik. Birinci şərtin olmadığı bəndi də silə bilərik. Günəş 23,5 dərəcə cənub enində zenitdədir şərti yanlışdır. Belə ki, şimal tropikindədir. 66,5 dərəcə şimal enindən şimalda qütb gündüzləri müşahidə olunur şərti doğrudur. 1 və 4 şərtləri doğrudur. Cənub yarımkürəsində yay fəslidir. Xeyr, cənub yarımkürəsində qış fəslidir. Günəş şüaları Bakıya 73,5 dərəcə buz altına düşür şərtinə isə belə hesablasaq, Günəş əgər 23,5 dərəcə şimal enində zenitdədirsə, Bakı şəhəri isə 40 dərəcə şimal enindədir. Bakı şəhərinə günəş şüalarının düşmə ucunu tapmaq üçün belə bir şərtimiz var. İki məntəqədən birində günəş zenitdə olarsa, digərinə günəş şüalarının düşmə ucağı soruşularsa, aradakı coğrafi enlik fərqi zenit bucağına, yəni 90-dan çıxılır. Aradakı coğrafi enlik fərqi 16,5 dərəcədir.
90 dərəcədən də 16,5 çıxanda eləyir 73,5. Yəni 6-cı şərtdə doğrudur. Cavab B variantı. Diaqrama əsasən cismin yerləşdiyi coğrafi enliyi müəyyən edək. Gördüyümüz qədərilə 22 dekabr tarixində cismin kölgəsi yoxdur. Əgər cismin kölgəsi yoxdursa, deməli Günəş bu cismin üzərində zenitdədir. Və 22 dekabrda Günəş cənub tropikində, yəni 23,5 dərəcə cənub enində zenitdədir. Cavab D variantı. Xəritə sxemi əsasən qütb gecə və gündüzlərinin müşahidə olunduğu məntəqələri müəyyən edək. Qütb gecə və gündüzləri qütb dairəsindən qütbə qədər olan ərazidə, yəni qütb işıqlanma qurşaqlarında zenitdə olur. Buraya C, Y və H məntəqələrini aid etmək olar. Cavab A variantı. Müxtəlif məntəqələrdə eyni anda Günəşin üfüqdə vəziyyətinə əsasən daha qərbdə yerləşən məntəqəni müəyyən edək. Bunun üçün belə bir sxem çəkə bilərik. Günəşin üfüqdəki vəziyyətinə görə 6:00, 9:00, 12:00, 15:00 və 18:00 kimi götürəsi olsaq, yəni Günəş çıxandan batana qədər olan trayektoriyadakı saatları qeyd edəsi olsaq, saatı ən irəli olan məntəqə ən şərqdə, ən geri olan məntəqə isə ən qərbdədir. Yəni bizdən ən qərbdə olan məntəqəni istədiyinə görə Günəşi hələ təzə çıxan, yəni səhər çağı yaşanan məntəqəni götürərik. Burada cavab 4-cü məntəqə olacaq, yəni C variantı. Başlanğıc meridiandan 27 dərəcə şərqdə və qərbdə yerləşən məntəqələrin aid olduğu saat qurşaqlarını müvafiq olaraq müəyyən edək. Başlanğıc meridianı Greenwich'dir. 27 dərəcə şərq və 27 dərəcə qərbdə yerləşən məntəqələrin saat qurşaqlarını tapaq. Bunun üçün 27 dərəcəni bölürük 15-ə. Bir dəfə. Qalığımız 7,5-dən böyük olduğuna görə qismətin üzərinə 1 gəlirik. Yəni bu məntəqə 2-ci saat qurşağında yerləşir. Qərb yarımkürəsində 2-ci saat qurşağı olmadığı üçün onu 24-dən çıxırıq. Bu da olur 22-ci saat qurşağı. Yəni müvafiq olaraq 2-ci və 22-ci saat qurşaqları cavab Y variantı. Hansı ərazilərdə maqnit anomaliyası müşahidə olunur? Maqnit, ferromaqnit metalların, yəni dəmir, nikel, kobalt kimi metalların olduğu ərazilərdə, bir də maqnit qütblərində kompasın maqnit əqrəbi işləmir və həmin yerlərə maqnit anomaliyası zonaları deyilir. Dəmir filizi yataqlarında cavabını doğru götürə bilərik. Qütb parıltısı yaranır. Günəş küləyinin elektrik yüklü hissəciklərinin yerin atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində. Şərti doğrudur. Cavab B variantı. Günəşin üfüqdə vəziyyətinə əsasən şimal yarımkürəsində müşahidə olunan fəsləri müəyyən edək. Bildiyimiz qədər Günəş yayda üfüqdə çox yüksəkdə görünür, qışda isə çox alçaqda görünür. Yəni birinci şərtdə yay, üçüncü şərtdə isə qış olar. Birinci şərtdə yay, üçüncü şərtdə qışın verildiyi Y variantı var. 10 dərəcə cənub enliyinə Günəş şüaları 76,5 dərəcə bucaq altında düşdüyü zaman Günəşin zenitdə olduğu enliyi müəyyən edək. Günəşin 10 dərəcə cənub enliyinə 76,5 dərəcə bucaq altında düşdüyü iki məntəqə ola bilər. Biri 10 dərəcə cənub enindən şimalda, digəri isə cənubda. Yəni Günəş 10 dərəcə cənub enindən daha cənubda olub 10 dərəcə cənub enindən 76,5 dərəcə bucaqdan görünə bilər və ya 10 dərəcə cənub enindən daha şimalda olub 10 dərəcə cənub enindən 76,5 dərəcə bucaqla görünə bilər. İki məntəqədən birinə Günəş şüalarının düşmə bucağı verilib, digərinin coğrafi enliyi soruşulanda zenit bucağından düşmə bucağına çıxıb aradakı coğrafi enliyi fərqini tapa bilərik. Yəni 90 çıxılsın 76,5
bərabərdir 13,5. 10 dərəcə cənub enindən 13,5 dərəcə aşağı gəlsək eləyər 23,5 dərəcə cənub eni. 10 dərəcə cənub enindən 13,5 dərəcə şimala getsək eləyər 3,5 dərəcə şimal eni. Və tapdığımız bu iki məntəqədən 23,5 dərəcə cənub eni A variantında göstərilib. Cavab A variantı. Tropik işıqlanma qurşağının cənub sərhəddi ilə Bakı şəhəri arasında məsafəni hesablayaq. Bilirik ki, tropik işıqlanma qurşağı iki tropikin arasında yerləşir. Yəni 23,5 dərəcə şimal və 23,5 dərəcə cənub eni. Və belə çıxır ki, tropik işıqlanma qurşağının cənub sərhəddi 23,5 dərəcə cənub enidir. Bakı isə 40 dərəcə şimal endədir. Onların arasında coğrafi enli fərqi 63,5 dərəcə coğrafi enliyə bərabərdir. Meridian üzərində 1 dərəcəli meridian qırşının uzunluğu 111 kilometrdir. Bu coğrafi enliyi 111-ə vursaq, cavabımız 7048,5 kilometr eləyəcək. Yəni E variantı. Sxemdə qeyd edilmiş A məntəqəsində 4 oktyabr saat 19:20 olarsa, B məntəqəsində hansı gün və saat neçə olar? Baxırıq, A məntəqəsi 160 dərəcə şərq uzunluğunda, B məntəqəsi isə 170 dərəcə qərb uzunluğundadır. Belə ki, aralarında 180 dərəcəli meridian var. Ümumi qaydaya görə 180 dərəcəli meridianı şərq yarımkürəsindən qərb yarımkürəsinə doğru keçəndə tarixdən bir gün çıxırıq. Yəni A məntəqəsində 4 oktyabr saat 19:20 olduğu halda B məntəqəsində 3 oktyabr olur. Saatı da hesablayası olsaq 60 dərəcə şərq uzunluğu ilə 160 dərəcə şərq uzunluğu ilə 70 dərəcə qərb uzunluğu arasında 30 dərəcə coğrafi uzunluq fərqi var. Və 30 dərəcə coğrafi uzunluq fərqi isə 2 saat eləyir. Belə ki, 1 saatımız 15 dərəcədir. Şərqə doğru saatların toplamalıyıq. Yəni 19:20-nin üstünə 2 saat gəlsək eləyəcək 21:20. Yəni cavabımız 3 oktyabr 21:20. Cavab C variantı. Xəritə sxemdə qeyd edilmiş məntəqələrin yerləşdiyi saat qurşaqlarını və məntəqələr arasındakı yerli vaxt fərqini müəyyən edək. Xəritə sxemdən gördüyümüz qədərlə A məntəqəsi 60 dərəcə qərb uzunluğunda, B məntəqəsi isə 60 dərəcə şərq uzunluğunda yerləşir. Məntəqənin saat qurşağını tapmaq üçün onun coğrafi uzunluğunu 15-ə bölərik. Qalıq 7,5-dən böyük olarsa qismətin üzərinə 1 gələrik. Əgər məntəqə qərb yarımkürəsindədirsə, aldığımız cavabı 24-dən çıxarıq. A məntəqəsi 60 dərəcə qərb uzunluğundadır. 60-ı 15-ə böləndə 4 eləyir. Qərb yarımkürəsində 4-cü saat qurşağı olmadığına görə onu 24-dən çıxırıq və A məntəqəsinin 20-ci saat qurşağında yerləşdiyini tapmış oluruq. B məntəqəsi isə 60 dərəcə şərq uzunluğundadır. Onu 15-ə böləndə B məntəqəsi 4-cü saat qurşağında yerləşmiş olur. Greenwichə nəzərən 20-ci saat qurşağı və 4-cü saat qurşaqları simmetrikdir. Yəni hər birinin 0-cı saat qurşağına nəzərən 4 saat məsafədə yerləşdiyini bilirik və bu ikisi bir yerdə 8 saat edir. Yəni A məntəqəsi 20-ci, B məntəqəsi 4-cü saat qurşağında yerləşir və aralarında 8 saat vaxt fərqi var. Cavab A bəndi. Qış gündönümü günü 30 dərəcə şimal enliyinə günəş şüaları neçə dərəcə bucaqlığına düşər? Qış gündönümü günü günəş 23,5 dərəcə cənub enliyində olur. Ekvatoru buradan çəkək. Günəş 23,5 dərəcə cənub enində zenitdədir. %30 dərəcə şimal eninə düşən bucağı tapmaq üçün belə bir qaydamız var. Əgər məntəqələr müxtəlif yarımkürələrdə yerləşərlərsə, onların aralarındakı coğrafi enlik cəmi zenit bucağına, yəni 90-dan çıxılır. Aradakı coğrafi enlik cəmi 53,5 dərəcədir. 53,5 dərəcədən 90-dan çıxsaq, cavabımız olacaq 36,5. Yəni cavab 36,5 dərəcə.
Mülayim işıqlama quşağında yerləşən ölkələr. Mülayim işıqlama quşağı tropik və qütb dairələrinin arasında, yəni 23,5-dən 66,5 dərəcə coğrafi enliklər arasında yerləşir. Bu şərti isə Türkiyə, Monqolistan və Argentina ölkələri ödəyir. Yəni 2, 3, 6. Qütb ulduzunun müşahidə olunduğu ərazilər. Qütb ulduzu bir qayda olaraq şimal yarımkürəsində müşahidə edilir. Madagaskar adası cənub yarımkürəsindədir. Böyük su ayırıcı dağlar cənub yarımkürəsindədir və La Plata körfəzi cənub yarımkürəsindədir. Yəni cavab 2, 3 və 5. Qütb gündüzlərinin müşahidə olunduğu ərazilər qütb dairəsindən qütbə qədər olan ərazilərdədir. Yəni 66,5 dərəcə və 90 dərəcə şimal və cənub enlikləri arasında. Buraya Novosibir adalarını aid eləmək olar, Viktoriya adasını aid eləmək olar və Antarktida materikini aid eləmək olar. Uyğunluğu müəyyən eləyək. Saat qurşaqları və bu saat qurşaqlarında yerləşən coğrafi uzunluqlar. 4-cü saat qurşağı yerləşir 60 dərəcə şərq uzunluğunda, belə ki 4-cü saat qurşağını 15-ə vuranda 60 eləyir və onun sərhəd meridianları 67,5 və 52,5 dərəcə şərq uzunluqlarıdır. Burada isə bu şərti ödəyən yalnızca C variantı var. Birinciyə C. 13-cü saat qurşağı qərb yarımkürəsində yerləşdiyinə görə onu öncə 24-dən çıxıb sonra 15-ə vuracağıq. Yəni 24 çıxılsın 13 bərabərdir 11. 11 vurulsun 15-ə eləcək 165 dərəcə qərb uzunluğu. 165 dərəcə qərb uzunluğunun orta meridianı olduğu saat qurşağının sərhəd meridianları 172,5 dərəcə qərb uzunluğu və 152,5 dərəcə qərb uzunluğudur. Bu şərti isə A və B variantları ödəyir. İkinciyə A və B. Üçüncü şərtimiz də 23-cü saat qurşağına aiddir. 23-cü saat qurşağı qərb yarımkürəsində yerləşdiyinə görə onu əvvəlcə 24-dən çıxırıq, eləyir 1. 1-i vururuq 15-ə, eləyir 15 dərəcə qərb uzunluğu. 15 dərəcə qərb uzunluğunun orta meridianı olduğu saat qurşağının sərhəd meridianları 7,5 dərəcə qərb uzunluğu və 22,5 dərəcə qərb uzunluğudur. Bu şərti də ödəyən yalnızca D var, yəni 3-cüyə D. Situasiya suallarına baxaq. Yay gündönümü günü şimal sərhədinə günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlama qurşağında gündüz uzun, gecə isə qısa olur. Mətnə əsasən coğrafi enliyi və işıqlama qurşağını müəyyən edək. Əvvəlcə coğrafi enliyi müəyyən edək. Yay gündönümdə günəş 23,5 dərəcə coğrafi enlikdə olur, şimal enliyində olur və günəşin 47 dərəcə bucaq altında düşdüyü coğrafi enlikləri tapmaq lazımdır. Zenit bucağından düşmə bucağına çıxıb aradakı coğrafi enlik fərqi taparıq. Yəni 90-dan 47 çıxanda 43 eləyər. 23,5 dərəcə şimal enindən 43 dərəcə şimala getsək eləyəcək 66,5 dərəcə şimal enliyi. 23,5-dən 43 dərəcə aşağı gəlsək eləyəcək 19,5 dərəcə cənub enliyi. 19,5 dərəcə cənub enliyi hər hansı işıqlama qurşağının sərhəddə deyil. Deməli, söhbət 66,5 dərəcə şimal enindən, yəni şimal qütb dairəsindən gedir. Və əgər verilən məntəqə şərtdə verildiyi kimi bu işıqlama qurşağının şimal sərhəddidirsə, deməli, söhbət şimal mülayim işıqlama qurşağından gedir. Buraya biz mülayim coğrafi enliyi 66,5 dərəcə şimal yazırıq və işıqlama qurşağı mülayim olur. Şimal mülayim. Mətndə verilmiş işıqlama qurşağından şimalda və cənubda yerləşən işıqlama qurşaqları müvafiq olaraq yazaq. Şimal
mülayim işıqlama qurşağı 66,5 dərəcə və 23,5 dərəcə şimal enlikləri arasındadır. Ondan daha yuxarıdakı işıqlama qurşağı şimal qütb işıqlama qurşağıdır. Ondan aşağıdakı isə tropik işıqlanma qurşağıdır. Yəni şimal qütb və tropik. Xəritə sxemi əsasən mətndə verilmiş işıqlama qurşağında yerləşən ölkələri müəyyən edək. Buraya 1-ci, 3-cü və 6-cı rəqəmlərlə verilən ölkələr aid olar.